Herkese salamlar. Meksikanın Veracruz şəhərindən bu günlərim işə gedirəm. Elə işə gedə-gedə də video çəkmək istəyirəm sizin üçün. Baxarsınız. Yolda nə oldu çəkəcəm də. Bu tərz videolar çəkməmişəm, amma izləyicilərim üçün çəkəcəm. Yenə Meksikanın Veracruz şəhərindəyəm. Gördüyünüz kimi Meksikanın Veracruz şəhərinin küçələridir. Bu mənim iş yoldaşım Alex'dir. Alex, hola amigo. Hello. Hello. Alex'lə işə gedirik. Come. Görürsünüz dostlar, hər yer reşotkadır. Yəni bax, yəni reşotka, məftillər, yəni it var burada. Alex Dots. Yeah. Küçələr belədir bu şəhərdə. Bu Veracruz Krot şəhər gedir. Yəni buradan mən qaldığım yerdən okeana 10 kilometr yol var. Çimərliklərdir burada əsas. Motosikletdən çox istifadə olunur. Bu da yoldadır, nə bilim bu. Acılı çox sevirlər, yəni bu cürbəcür şeylər satırlar. Soğuqsa yollar belədir. Səliqəsizlik çoxdur bu şəhərdə, amma hər şey əladır. Hamı bir-birinə yol verir, gördüyünüz kimi. Gedirik. Bir dəqiqə haradasa 27-28 dərəcə istilik var, amma günorta bu gündən 45 dərəcəyə yaxın var idi istilik. Bax dostlar, hər yer reşotkadır. Mən sual vermişəm. Deyirəm, nəyə görə sizin evlər belə reşotkadır? Deyir, banditlərdən qorunmaqdan ötürü. Yəni, reşotka olması deyir, hər an evə girə bilərlər. Ona görə təhlükəsizlik üçün evlər hamısı reşotkadır və hətta həyətdə it belə saxlayırlar. Ona görə də belə, hər yer reşotka. Deyirlər təhlükəlidir. Amma sizə təhlükə haqqında bunu deyim ki, düzdür təhlükəlidir, amma gecə vaxtı, gündüz vaxtı təhlükə yoxdur. Və heç kimlə işin olmayandan sonra sən heç kim heç nə deyənlər. Düzdür, gecə çıxıb küçədə gəzsən, nə bilim, kluba getsən, qızlar olan yerə getsən, əlbəttə ki, orada 100% problem yarana bilər. Onun beləncə heç bir problem yoxdur. Gördüyünüz kimi çəkirəm. Gedirik. Buradan hardasa 30 dəqiqəlik yoldur bizim işə. Gedəndə işə ayaqla gedirəm, amma gələndə taksi ilə yola salırlar. Çünki gecə vaxtı olduğuna görə, təhlükəsizliyimə görə taksi ilə qayıdıram evə. Mən də gecə çölə düzdür çıxmamışam, hələ gəzməmişəm. Heç fikrimdə hal-hazırda yoxdur, çünki yanımda bələdçi olmayandan sonra gecə çox təhlükəlidir. Ola bilər indi başqa şəhərlərində təhlükə yoxdur, amma burada bax, elementar buna baxın, evdir və evin şüşəsinin içdən də reşotkalayırlar, görürsünüz. Motosikletler. Motocicleta, yes. Yes, motosiklet. Motocicleta. Motosikleta. Evet. Ha, bunlar motosikleta deyirlər. İndi qarşıdakı gedək, orada maraqlı videolar çəkəcəm yenə. Deməli, əziz dostlar, davam edirik. Mən yəni bu Meksikan Veracruz şəhərindəyəm. Mən hələ burada bir dənə kamera görməmişəm. Yəni yolda kamera deyilən bir şey yox. Amma bütün yollarda tramplinlər var, yəni sürət həddini aşmamaq üçün. Və hamı çox gözəl yol qaydaları ilə sürür. Düzdür, əsas motosikletlərdə olur hadisə, avariya. O da ki, çox sürətli motosiklet sürənlər ona görə. Amma beləncə yəni maşınlar çox qayda qanunla sürürlər, heç kim, nə bilim. Mən hələ burada görməmişəm ki, siqnal versinlər, qışqır bağır eləsin.
bir saniyə nə bilim yaşılda getdi, siqnal versin. Elə bir şeylə rastlaşmamışam. Yəni hələ ki qabağıma çıxmıyıb. Bax belə bir trampolinlər var yollarda. Və kamera yoxdur. Yəni yollarda kamera yox. Yəni radar yox, kamera yox. İndi gedirik. Mənə qarşıda keçən dəfə taco aldım, yedim, ləzzət elədi. Çox dadlı bir tacoydu. İmini oradakı tacodan xoşum gəlir. İstəyirəm oradan bir də taco alım və ona görə gedirik ora və bu şəkildə yolda balaca bazarlar var, kiçik. Yəni öz evidir, qarşısından market kimi eləyib meyvələr, tərəvəzlər satılır. Çox ucuzdur. Yəni bizim Azərbaycan məsələn qiymətdə götürəndə pomidor da çox ucuz başa gəlir. Yəni meyvə tərəvəz ucuzdur burada. Subtropik meyvələr var. Burada çox bitir onlar. Yəni, gördüyünüz kimi yemiş. Şu xiyar. Bu xiyarları yekədir. Banan, soğanları. Və hər yerdə musiqi oxuyur. Yəni elə bir obyekt yoxdur ki, orada musiqi oynanmasın. Redqə halda olur ki, mahnı qoymurlar, amma musiqini çox sevirlər və musiqidən çox istifadə edirlər. Burada deyəsən ət satılır, ət dükanıdır ya, nəsə maraqlıdır. Kafedir burada özü üçün. Kiçik kafelərdir. Pişiklər. Bu taco. No jet. Dediyim kimi motosiklet həddindən artıq çoxdur. İnşallah istəyirəm biraz işləyim, pulumu yığım. Özümə bir dənə motosiklet götürəcəm. Harasa getməm motosikletdən istifadə etmək üçün. Ya motosiklet götürəcəm, ya da belə balaca benzin az içən maşınlardan. Benzin burada paşdüşdü bizdən bir 50 qəpik zad bahadır litrəsi. Minimal maaş burada məsəl üçün insanlar hardasa ayda qazanırlar $700, $800 minimal maaşda, amma yəni qiymətlərlə Azərbaycandakı qiymətlər eynidir. Yağdır, baxmışam, ətdir, yəni eyni qiymətdir. Hətta ucuz da, məsələn toyuq əti Azərbaycandan ucuzdur burada. Prosta o dərəcədə maraqlanmamışam, burada cəmaət əsas nə işlə məşğuldur. Məncə buradakılar əsas bu çimərlikdə zadda o tərəflərdə işləyirlər əsas. Çünki yenə deyirəm, bura Krotno şəhərdir. Buranın cəmaət əsas bir dəqiqə Akyandadır, çimərlikdə. İnşallah orada da video çəkəcəm. Gedirik. Bura parkda uşaqlar oynayırlar. Meydançalar var. Belə vaxtda hamı çıxır meydançaya, istirahət edirlər. Five Four. tacos. Four. 4 taco zakaz elədim dostlar. Budur. Sí. Bundan düzəldirlər takonu. Hola. Pero para que se lo vea comiendo, porfa. No, but pastor, por favor. Deməli əziz dostlar, takonu aldım.
Ne yazıb? Arkadaşlar Allah'ın verdi ya da yiyirsən da götürəcək. Ha. Ha, sağ olsun Alex mənə kömək eləyir. Yeah. Olsun endirim var idi, kampanya idi. 72 pezoya 7 taco. 7 taco 72 pezoya aldım endirimdən. 8 tacos. Ha. Tacos. 8 Eee, tacos. Və sərfəlidir. Alanda da ki elə Kapital Bankın kartından istifadə edirəm. Hələ ki elə kartı vururam özü oradan çıxır pulu. 7 manat nə qədərsə pul çıxdı. Yaxşıdır dostlar. Taco çox dadlıdır. Ona görə hələ ki taco yeyirəm. Elə də güclü mətbəxləri yoxdur. Amma yenə maraqlıdır. Əslində özüm yeməyimi zadımı özüm pişirəm evdə. Prosta məsəl üçün günorta yeməklərin ya işə gedəndə indi hardasa 1-2 saat zad vaxtım gedəcək də işdə. Ona görə elə yolda atışdırıram. Tacodur, nə bilim belə bunların maraqlı yeməklərindən alıb yeyirəm. İndi qarşını çəkirəm sizə baxın. Gedirik. Artıq işə də az Bro, qalır. you water tacos? No? Water? No. Cola. Coca-Cola traes? Yes, Coca-Cola. yes. Pasado o Two Coca-Cola here? You Or- and me. Okay. Gedir indi kola almağa. Mağazin var qarşıda, dükan. Kolanı oradan alacaq. Bu da mənim takolarım. İşdə oturub rahat yeyəcəm. Yepas. Gepas. Burada dükan var. Gepasdır. Oksodur, bir də Gepasdır. İki böyük dükanları var. Oradan əsas alver eləyirlər. Lab yekə supermarketlər, gipermarketlər də var. Əsas Okso ilə bu Gepasdır. Yes. Gelib oradan 2 dənə kol alacağım. Dükkanda yox. Coca-Cola. Aha. Why? Little. Et? Mm. Et? You. Yes. I am too. Yes. 2 ədəd kola götürürük. Kiçik kolalardır. Qiymətləridir. Bu dollar yazılır, bu Meksika pesosudur. Yəni dollar kimi hesablamayın. Yaxınlaşırıq. 26 pesos. Sí. Un momento. What the fuck? Yeah. Sí. Visa. ¿Cómo se pasa? ¿Así va? ¿O Ya aparte, ya pasó? ahí está, va a aparecer. No, ya. Ya, good. Hı. Ya pasó. Thank you. Bueno, perdón, gracias. Let's go. Yes. Go. 2 dənə balaca kolaya 2 manat 20 qəpik, yox, 2 manat 20 qəpiyə, 2 manat 10 qəpik pul çıxdı. 2 dənə kiçik koladır. Balaca aldım. Buranın kolası çox dadlıdır dostlar, həqiqətən. Yəni bizdəki kimi deyil də, buranın kolasını içirsən adama ləzzət eləyir. O deyirləri McDonald'sdakı kolalar. Bax o həmin o koladandır. Ləzzətli, dadlı koladır. Bir də buranın fantaları çox gözəl olur. Ləzzətli, dadlı. Bir sözlə əla. Davam edirik yola. Artıq sirkə çatırıq dostlar. Bu şəhərin mərkəzidir. Bu da bizim sirkdir. Gördünüz ki 2 dənə böyük çadır var. O balaca çadır diskoteka kimidir. Yəni əylənirlər gələn qonaqlar. Bu böyük çadırda isə artıq biz şovlarımızı orada göstəririk. Bu da karavanlarımızdır. Yəni burada artistlərin çoxsu burada yaşayır. Kiçik bir şəhərdir.
Yəni o tərəflərdə də karavanlar var. Bizim sirkimizdir. Yəni sirk çox böyük sirkdir. Meksikanın ən ünlü sirklərindəndir. Və bizim sirkimiz qorxu sirkidir bu hal-hazırda. Bax, saqqal bizdə usta işləyir. Yəni svarka, nə bilim, dəmir işinə. Hola! Bu da bizim paltar dəyişdiyimiz grimorkadır. Yəni hər kəs burada paltarını dəyişir. Hər kəs yox, yəni bəzi qrup var buradadır, digər qruplar da o tərəflərdədir. Kanalı izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olun. İnşallah növbəti videolar gələcək dostlar. Bu gün istəyirəm ki, marketlərə girim, marketdə çəkiliş eləyim qiymətlər haqqında. Nə maraqlı olsa çəkəcəm inşallah. Kommentariya yazmağı unutmayın. Yəni sizin kommentlərə ehtiyacım var ki, sizin kommentlərə aid videolar çəkəcəm. Hola! Bu qədər. Hələlik dostlar.